Sovet İttifaqına rəhbərlik etdiyi illərdə Nikita Xruşov bütün məsələlərdə həmişə Amerikalıları qabaqlamağa çalışıb. Ən absurd fikirlərdən biri də planı 300% yerinə yetirmək üçün lazım olan ət təşəbbüsü olub. Ekspertlər belə bir təklifi axmaq və qeyri-mümkün hesab ediblər. Bununla belə bəzi bölgələr üzərlərinə belə öhdəliklər götürüblər. İlkin Nəcəf yazır ki, Ryazan vilayətinin partiya xətti ilə rəhbəri Aleksey Larinov bu məsələdə xüsusi fəallıq göstərib. 1959-cu ildə o Moskvaya hesabat verib ki, dövlətə nəzərdə tutulandan təxminən 4 dəfə çox ət təhvil verə bilər. Lakin bu söz isə onun həyatı bahasına başa gəlib. 1953-cü ildən SSR-ni idarə etməyə başlayan Nikita Xruşov hər dəfə dünya ictimaiyyətinə ittifaqda həyat şəraitinin Amerika Birləşmiş Ştatlarından pis olmadığını, bəlkə də iqtisadi göstəricilərə görə daha yaxşı olduğunu sübut etmək istəyib. Baş katib ərzaq qıtlığı, mühtəkirlər və digər iqtisadi məsələlərlə bağlı problemləri həll etməyə çalışıb. 1957-ci ilin yazında o fermerlərə bildirib ki, Sovet İttifaqının ət və süd istehsalında Amerika Birləşmiş Ştatlarını keçmək imkanı mövcuddur. Xruşovun fikrincə həyat səviyyəsinə görə onları qabaqlamaq üçün bu məhsulları Amerikalılardan çox istehsal etmək kifayətdir. Sonra istehsalı 3 dəfə yarım artırmaq lazım olacaq. Mütəxəssislərin hesablamalarına görə tələb olunan ət istehsalına yalnız 1975-ci ilə qədər nail olmaq mümkün olacaq. Lakin belə bir vəziyyət SSR-nin birinci adamını sevindirməyib. O yaxın illərdə bu məsələni həll etmək istəyib. Təklifi yalnız bəzi rayonlar dəstəkləyib. Məsələn, Ryazan vilayətinin Kompartiya Komitəsinin birinci katibi Larinovun simasında Ryazan bölgəsi cəmi 1 il ərzində lazım olan planı yerinə yetirəcəyinə söz verib. 1959-cu ilin əvvəlində Ryazan sakinləri bu məsələdə Amerikalıları qabaqlamaq üçün ət planını yerinə yetirməyə qətiyyətlə başlayıblar. Kənd təsərrüfatı məhsulları istehsalçıları həmin il doğulan mal qaranı hamısını dövlətə təhvil veriblər. Yetkin mal qaranın yarıdan az hissəsi isə fermalarda qalıb. Hətta südlük mal qara da kəsilib. Lakin bu tədbirlər kifayət etməyib. Planı yerinə yetirmək çox çətin görünüb və qonşu ərazilərdən də ət alınıb. Kəndlərdə, məktəblərdə dovşan yetişdirmək hamı üçün məcbur olub. Beləliklə Ryazan möcüzəsi baş verib və plan 350% yerinə yetirilib. Larinov sosialist əmək qəhrəmanı fəxradır. Qızıl Ulduz medalı ilə təltif edilib. Mükafatlandırma mərasimində o növbəti ilin planını 30.000 ton artımla yerinə yetirəcəyini bildirib. Ancaq təəssüf ki, bu arzu yalnız kağız üzərində qalıb. 1960-cı ildə Ryazan dövlətə yalnız 30.000 ton ət verə bilib. Bölgədəki bütün resurslar tamamilə tükənib və rayon praktiki olaraq ətsiz qalıb. Larinovun heç bir bəhanəsi də olmayıb. Vəziyyət dözülməz hala gəlib. Nəticədə o özünü güllələyib. Hadisədən 15 il sonra Özbəkistan SSR-nin başçısı Şərəf Rəşidov Moskvanın rəğbətini qazanmağa çalışıb. O şişirdilmiş pambıq yığımı rəqəmləri ilə bağlı mərkəzə məlumat vermək qərarına gəlib. Onun məlumatlarına görə ölkə güya nəzərdə tutulandan 2 dəfə çox pambıq toplayıb. 3 milyon ton rəqəmi çox gözəl səslənib. Əslində bu 2 qat şişirdilmiş rəqəm olub. Bütün bunlar saxta nailiyyətlər naminə, Amerikalılara Sovet xalqının daha yaxşı yaşadıklarını sübut etmək üçün edilib. Sonda saxta məlumatlar da Rəşidovun müəmmalı ölümü ilə nəticələnib. Məşhur pambıq işinə qədər Şərəf Rəşidov 20 ildən çox yüksək vəzifədə çalışıb. Daha sonra 1970-ci illərin ikinci yarısında Özbəkistanda ona qarşı korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərinin sui-istifadə faktları üzrə bir neçə cinayət işi açılıb. İqor Muskinin 100 böyük fırıldaq kitabında yazdığı kimi, SSR-nin baş prokurorluğunun müstəntiqi Telman Qıdılyanın apardığı işlərdən birində əsas müttəhəm Buxara vilayətinin sosialist əmlakının oğurlanmasına qarşı mübarizə idarəsinin rəisi Müzəffərov olub. Araşdırma zamanı Qıdılyan aşkar edib ki, Müzəffərovdan tutmuş bütün nüfuzlar yuxarıya, Şərəf Rəşidova doğru gedir. Nəticədə qalmaqal böyüyüb. Rəşidovun Brejnevin sevimlisi olması vəziyyəti daha da gərginləşdirib. Leonid Mletsin məşhur İntiharlar kitabında iddia edib ki, Andropovun tapşırığı ilə 1983-cü ilin payızında Özbəkistana xüsusi komissiya getməli olub. Lakin Rəşidov onun gəlməsini görməyib və həmin ilin oktyabrın 31-də qəflətən ölüb. Bəziləri hesab edir ki, Rəşidov ürək tutmasından ölüb. Bəziləri isə düşünür ki, pambıq yığımı ilə bağlı saxta məlumatların və korrupsiya hallarının üstü açıldığına görə o özünü öldürüb.